Bir dənə Əbazərlə Peyğəmbərin söhbəti var. Əbazərə Peyğəmbər deyir, Əbazər deyir, bəli, deyir, ömrə baxışın necədir? Dedi, ya Rasulallah, axşam yatanda deyirəm, səhərə qalxmaram, səhər duranda deyirəm, axşama çatmaram. Əbuzərin baxışıdır. Əbuzərə Peyğəmbər deyir ki, ömrə baxışın necədir? Deyir ki, Peyğəmbər, axşam ki yatıram, deyirəm, bəlkə səhər ayılmadım. Səhər dururam, deyirəm, bəlkə axşama çatmadım. Görürsünüz, yaşayır bu insan, Əbazər, hə? Yəni, bu gün işini heç o sabaha saxlamır da. Amma bizim indi bəzilərimizin qəza namazları qalıb, qalır ələ üstü. Bu gün işi qaldı sabah. Sabahın işi qaldı o birisi günə. Peyğəmbər Əbuzərə nə dedi, bilirsiniz? Dedi, Əbuzər, dedi, bəli. Dedi, nə uzun arzuların var sənin? Dedi, ya Rasulallah, uzun da arzularım, dedi, bəli. Dedi, sən necə yaşayırsan? Dedi, Əbuzər, nəfəsi alanda fikirləşirəm ki, nəfəsi qaytara bilmərəm. Nəfəsi alanda fikirləşirəm, nəfəsi qaytara bilmərəm. Allah, Allah, Allah. İnsanlar belə yaşayır. Bu həyat gözəl həyatdır. Bu həyat gözəl həyatdır. Belə yaşamaq. Allah istəyən həyatı qurmaq. Rəbbivə tərəf getmək. Rəbbinlə ünsiyyət, İmam Zamanla ünsiyyət qurmaq.